Salam, hörmətli abituriyentlər. Amerika 17-18-ci əsrin birinci yarısında ilk əvvəl danışacağıq və 20-ci əsrin əvvəllərinə qədər gedəcəyik. 1607-ci ildə Şimali Amerikada ilk İngilis koloniyası məskəni salınır. İngiltərədən Şimali Amerikaya köçüb gələnlərin çoxu torpaqsız kəndlər, dini təqiblərə məruz qalanlar idi. Bir müddət sonra Atlantik okeanı sahillərində bunların sayı 13 olur. Və bunlar birlikdə Yeni İngiltərə adlandırılır. İngilislərlə yanaşı Hollandiya, İsveç, Almaniya, Fransa, İspaniya, Portuqaliyadan da gələnlər var idi. Və bunlar yerli əhalini, hinduları demək olar tamamilə məhv eləyirlər. Səbəb, bunların arasındakı mübarizənin səbəbi nə idi bəs? Hinduların torpaqlarını tuturdular, hindular da etiraz eləyirdi və yerli əhali ilə, yəni hindularla amansız rəftar eləyirdilər. Şimal koloniyaları ilə cənub koloniyaları arasında fərq var idi. Şimal koloniyalarının torpaqları münbit deyildi, qış uzun sürürdü və əhali əkinçiliklə məşğul ola bilmirdi. Ona görə gəlmələr daha çox emalatxana və manufakturalar yaradırdılar. Cənub koloniyalarında isə torpaq münbit idi. Torpaq sahibləri çəltik, tütün, qarğıdalı yetişdirirdilər, plantasiyalar yaradırdılar. Bu da cənubda qul əməyindən daha uzun müddət istifadə edilməsinə səbəb olacaq. Çünki əkinçilikdə qulların əməyindən xüsusilə istifadə edirdilər ki, bir də fəhləyə pul verməsinlər. 7 illik müharibə 1756-1763-cü illəri əhatə eləyir. İngiltərə və Fransa arasında rəqabət idi. Şimali Amerika və müstəmləkələr uğrunda rəqabət idi bu və bu rəqabətdə İngilislər qalib gələrək Şimali Amerikadakı fransız mülklərini, Kanadanı və Hindistan yarımadasında, Hindistanda yerləşən Benqaliyanı ələ keçirirlər. 7 illik müharibədən sonra İngiltərə müharibə xərclərini qarşılamaq üçün, ordunun xərclərini ödəmək üçün koloniyalara yeni vergilər tətbiq edir. Bir çox qadağalar qoyur. Məsələn, kolonistlər qərbə doğru köç eləyə bilməzdi, dəmir məmulatlarını hazırlamaq, parça toxumaq olmazdı. Hazır məhsul ancaq İngiltərədən gətirilməli idi və parlamentin qəbul etdiyi qanunla başqa ölkələrlə ticarət məhdudlaşdırılırdı. Amerikaya idxal olunan fransız və holland mallarına yüksək gömrük rüsumu və vergi tətbiq olunurdu. 1765-ci ildə mühür qanununun qəbul edilməsi artıq bu işdə bardağı daşıran son damla olur. Belə ki, mühür qanunu ilə əhali sənədlər, qəzet və digər çap məmulatlarına rəsmi mühür vurdurmaq üçün əlavə vergi ödəməli idi və bunun da məbləği kifayət qədər yüksək idi. Ona görə də Amerikada yaşayan ingilislər, yəni kolonistlər 1773-cü ildə İngiltərənin Ost-Hind şirkətinin çayla yüklənmiş gəmiləri Boston limanına gəldikdə Hindu gemində bir qrup fəal neynir? Həmin bu çay yeşiklərini körfəz sularına boşaldır, etiraz əlaməti olaraq və bu hadisə Boston çay qonaqlığı və ya Boston çay məclisi adlanır. İngiltərə hökuməti buna cavab olaraq Boston limanını bağlayır. Yəni artıq, belə deyək, bağlar qopub, münasibətlər pisləşib. İngiltərə ilə, İngiltərədəki İngilis hökuməti ilə Amerikada yaşayan ingilislər arasında. Və bu, Amerikanın istiqlaliyyət müharibəsinə səbəb olacaq. İstiqlaliyyət, yəni azadlıq müharibəsi. 1776-1783-cü illəri əhatə eləyir. 1775-ci ildə 13 koloniyanın İngiltərə müstəmləkəçiliyinə qarşı üsyan qaldırması və İstiqlaliyyət müharibəsinin başlaması zirvə olur. George Washington azadlıq ordusunun komandanı təyin olunur. Hansı ki, bu şəxs Amerika Birləşmiş Ştatlarının ilk prezidenti olacaq. 1776-cı il iyulun 4-də Konqres müəllifi Thomas Jefferson'ın olduğu İstiqlaliyyət bəyannaməsini qəbul edir və Amerika Birləşmiş Ştatlarının yaradıldığı elan edilir. ABŞ Konqresi Avropa dövlətlərindən yardım almaq üçün Benjamin Franklin'i Parisə göndərir. O da danışıqlar aparır. Fransa, İspaniya, Hollandiya Amerikaya yardım etməyi öz öhdəsinə götürür.
Xüsusilə Fransa Amerikaya silah sursatla, ərzaqla, gəmilərlə yardım edirdi. Və iki döyüş var ki, İstiqlaliyyət müharibəsinin. Bu döyüş müharibənin taleyini həll edən döyüşlərdir. Məsələn, 1777-ci il Saratoga döyüşündə Amerikalılar İngilisləri məğlub edir. Amerikanın nüfuzu artır, beynəlxalq nüfuzu. Yorktown döyüşü ilə isə artıq 1781-ci il. Demək olar müharibənin taleyi həll olunur. Yəni ikinci dəfə Amerikalılar böyük qələbə qazanırlar və qələbəni təmin edirlər. Və nəhayət 1783-cü ildə Parisin Versal sarayında İngiltərə ilə ABŞ arasında saziş imzalanır. İngiltərə ABŞ-nin müstəqilliyini tanıyır. Allegan dağlarından Mississippi çayına qədər ərazilər ABŞ sərhədlərinə daxil edilir və Kanada İngiltərənin müstəmləkəsi olaraq qalır. Bu 1783-cü il Parisin Versal sarayında imzalanan İngiltərə-ABŞ sazişi idi. Amerikanın dövlət idarə etmə sistemi bəs necə işləyir? Əgər buna baxsaq, hakimiyyətin üç qolu var: qanunverici, icraedici, məhkəmə. Qanunverici hakimiyyət ABŞ konqresidir, icraedici prezident, məhkəmə də ali məhkəmədir. Konqres yuxarı palata və aşağı palatadan ibarətdir. Yuxarı palata senat adlanır, aşağı palata nümayəndələr palatası adlanır. Senatın üzvləri hər ştatdan göndərilir, 2 nəfər təyin olunur. Nümayəndələr palatasının üzvləri isə seçki yolu ilə konqresdə əyləşirlər. Əsas söz sahibi olan bu senatdır. İcraedici hakimiyyəti prezident həyata keçirir. Hər 4 ildən bir deməli seçilirdi və prezident bu gün də belədir təbii ki. Və prezident qanunlara veto qoya bilirdi. Onun veto qoymaq hüququ var idi. Prezident həm də hakimləri vəzifəyə təyin edirdi. Yəni ali məhkəmənin hakimləri kim tərəfindən? Prezident tərəfindən təyin olunur, amma mütləq konqresin onayı, yəni təsdiqi olmalı idi. Və hakimlər, məhkəmə hakimləri ömürlük seçilirdi. Və Amerikanın ümumiyyətlə idarə etməsində belədir ki, hakimiyyətin bütün qolları bir-birinə nəzarət edir. Qanunverici, icraedici, məhkəmə. 1787-ci ildə Amerikanın ilk konstitusiyası qəbul olunur. 1789-cu ildə ilk prezidenti seçilir, George Washington. 1791-ci ildə isə konstitusiyaya ilk düzəlişlər edilir, hüquqlar haqqında bil və bununla vətəndaşlara söz, sərbəst toplaşmaq, vicdan azadlığı, din azadlığı, mülkiyyət və digər hüquqlar verilir və məhkəmənin hökmü olmadan axtarış və həbslər qadağan edilir. 1866-cı ildə isə konstitusiyaya düzəliş ediləcək. Amerikada vətəndaş müharibəsindən sonra bununla da qara dərililərə ağlarla bərabər mülki və siyasi hüquqlar veriləcək. Və Thomas Jefferson 1801-1809-cu illərdə prezident vəzifəsini icra etmişdir. O rəqiblərini və bütün siyasi qüvvələri əməkdaşlığa çağırır. Nazirləri vəzifəyə təyin edərkən onların bacarıqları və regionun mənsubluğuna xüsusi diqqət yetirir. Seçkidə iştirak üçün əmlak senzini ləğv eləyir. Borclular və məhbuslar üçün humanist qanunlar qəbul eləyir. Vətəndaşların sosial durumu ilə bağlı ciddi addımlar atılır. Ölkənin qərbində boş torpaqlarda məskunlaşmağa icazə verir. Köləliyin ləğvinə təşəbbüs etsə də cənubluların etirazı ucbatından bunu etmək mümkün olmur. Cənub ştatlarının. Amma ölkəyə qulların gətirilməsi qadağan edilir. Louisiana ərazisini Fransadan alır 1803-cü ildə və ABŞ-nin ərazisi xeyli genişləndirilir. Qeyd edək ki, kiçik bir haşiyə çıxaq. Alyaska Rusiyadan 1867-ci ildə alınır. Bu Thomas Jefferson'un hakimiyyəti dövrünə aid deyil. Gördüyünüz kimi 1867-ci ildir. Sadəcə Louisiana'nı dedik. Fransadan alınıb 1803-cü ildə, Alyaskada Rusiyadan 1867-ci ildə alınacaq. Və biz bu dövrdə artıq 19-cu əsrin əvvəllərində ABŞ və Böyük Britaniya arasında yeni müharibə görürük.
Bu müharibənin səbəbi bəs nə idi? 1812 və 1814-cü illəri əhatə edən bu müharibənin səbəbi Böyük Britaniya donanmasının ABŞ-nin Avropa ölkələri və Fransaya ərzaq daşıyan ticarət gəmilərini müsadirə etməsi və Amerikadakı keçmiş müstəmləkələrini geri qaytarmaq istəməsi. Amma Amerikada dinc durmurdu. İngiltərə nəzarətində olan ərazisi sayılan Kanadanı işğal etmək istəyirdi. Bu da 1812-14-cü illəri əhatə edən Amerika və Böyük Britaniya müharibəsinə səbəb olur. Böyük Britaniya həm də ilk müharibənin əvəzinə çıxmaq istəyirdi. Söhbət 1776-1783-cü illərin müharibəsindən gedir, İstiqlaliyyət müharibəsindən. 1812-ci ildə Amerika Kanadaya ordu yeridir, müharibə başlayır. Amma müharibənin ilə ciddi bir nəticəsi olmur və nəhayətində 1814-cü ildə Belçikada tərəflər arasında Gent müqaviləsi imzalanır. Gent Belçikanın şəhəridir və müqavilənin şərtlərinə əsasən Amerika Kanadaya olan iddialarından əl çəkir. Britaniya ABŞ-yə öz müstəmləkəsi kimi baxmaqdan əl çəkir və tərəflər arasında müharibədən əvvəlki vəziyyət bərpa olunur. Yəni bu dövrdə boşu-boşuna tələf oldu insanlar. Və Amerikanın ən çox müzakirə olunan və mən deyərdim ən uğurlu prezidentlərindən biri Abraham Lincoln'dur. Abraham Lincoln'un dövründə nə baş verir? Amerikada vətəndaş müharibəsi 1861-65-ci illər. Niyə? Çünki 1860-da Abraham Lincoln qalib gəlir. Abraham Lincoln da demişdi ki, mən quldarlığı ləğv eləyəcəm. Quldarlığın əleyhinə idi. Cənub ştatları da bununla razılaşmırdılar. Ki, yox da, istəmirdilər ki, Lincoln prezident seçilsin. Çünki cənubda quldarlıq dərin kök salmışdı. Biz dərsin əvvəlində dedik ki, onlar əsasən əkinçilik plantasiyaları yaratmışdılar və burada qulların əməyindən geniş şəkildə istifadə olunurdu. Amma quldarlıq ləğv olunsa, sən gərək gedib fəhlə tutasan və gör sənə nə qədər baha başa gəlir. Təbii ki, cənublular bunu istəmirdilər. Abraham Lincoln isə deyirdi ki, yox, mən bunu edəcəm. Və cənublular hələ Lincoln seçilən kimi öz vəzifəsinin icrasına başlamamış, dedilər ki, biz ayrılırıq. Amerika Ştatları Konfederasiyasını yaradırlar və özlərinə ayrı bir dövlət elan edirlər. Bu da 1861-65-ci illəri əhatə edən vətəndaş müharibəsinə səbəb olur. Müharibənin səbəbi həm də sənaye burjuaziyası ilə quldarlıq tərəfdarları arasında bir mübarizə idi, həm də bu protestant şimallarla katolik cənublular arasında mübarizə idi. Ümumiyyətlə, şimalla cənub arasında görün nə qədər fərq var. Müharibənin əvvəlində şimal ştatlarında komandanlıq təcrübəsiz generalların əlində olması səbəbilə bəzi məğlubiyyətlərlə üzləşirlər. Amma Lincoln'un Homesteadlər haqqında qanun və azad olunma haqqında bəyannaməsi ilə vəziyyət dəyişir. Yəni, təsəvvür edin, ordu ilə eləyə bilmədiyin bir şeyi biraz düşünərək müəyyən qərarlar verməklə eləyə bilirsən. Yəni, bir ordunun eləyə bilmədiyi bir şeyi bir beyin eləyir. Yəni, müharibənin əvvəlində məğlub olurlar, Abraham Lincoln düşünür, onun beyninin məhsulu olan Homesteadlər haqqında qanun qəbul olunur. Nə idi bu Homesteadlər haqqında qanun? Torpaq becərmək istəyən hər bir Amerikalı cüzi ödənişlə qərbdən 65 hektar torpaq sahəsi ala bilərdi. Bu da cənubda yaşayanların şimala marağını artırır. Yavaş-yavaş köçlər başlayır. Beləliklə, Amerika Ştatları Konfederasiyasının ordu sıraları seyrəlir. Döyüşmək istəmirlər. Azad olunma haqqında bəyannamə 1862-ci il, quldarlıq, köləlik ləğv edilir. Bu bəs 62-ci ildə bu azad olunma haqqında bəyannamə verilir, 63-cü ilin yanvarından artıq quldarlıq ləğv olunur. Bu da artıq qulların tabe olmamasından gətirib çıxarır. Yəni, cənubu qarışdırır. Nəticədə nə baş verir? Vətəndaş müharibəsi qanuni hökumətin qələbəsi ilə başa çatır. ABŞ-nin qələbəsi ilə başa çatır və Amerika Ştatları Konfederasiyası məğlub olur, ləğv edilir, ABŞ-də iki hakimiyyətliyə son qoyulur. Amma müharibədən bir neçə gün sonra Abraham Lincoln sui-qəsd nəticəsində öldürülür cənublular tərəfindən. 20-ci əsrə ABŞ elmi-texniki nailiyyətlərin geniş tətbiq edildiyi bir ölkə olaraq qədəm qoyur.
Sənaye istehsalının həcminə görə dünyada birinci yer tuturdu, inkişaf sürətinə görə bütün dünya ölkələrini geridə qoymuşdu. Bu dövrdə inhisar birlikləri olan trestlər yaranır, yəni tərkibinə daxil olan müəssisələrin özlərinin istehsal, satış, hüquqi müstəqilliklərini itirdikləri inhisar forması. Yəni belə deyək, bir neçə şirkət birləşib bir tresti qururdu, amma bir neçə şirkət dediyimiz ki var, onların çox da sözü keçmirdi, ən böyük şirkətin sözü keçirdi. Və ABŞ-də ilk trest John Rockefeller tərəfindən yaradılmış Standard Oil şirkəti idi. Və təbii ki, bu ən böyük neft inhisarlarından birinə çevrilir. Sadəcə olaraq biznesdə rəqabət olmur. Biznesdə rəqabətin olmaması, bütün sahələrin yalnız bir neçə şirkətin əlində cəmləşməsi təbii ki, qiymət artımına da səbəb olacaq, məhsulun keyfiyyətsiz olmasına da səbəb olacaq, çünki rəqib yoxdur, yəni malı gedəcək. 1900-1900-cü illəri əhatə edən dünya iqtisadi böhranı zamanı Amerika hökuməti çox çətin sınaq qarşısına qalır və böhrandan çıxmaq üçün islahatlar keçirir. Və bu dövrün ən görkəmli nümayəndələri Theodore Roosevelt və Woodrow Wilson idi. Theodore Roosevelt iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi yolunda ilk addımları atır, trestlər əleyhinə qanun qəbul edir, təcridçilikdən imtina olunur, ümumdünya siyasətində ABŞ-nin söz sahibi olması ideyası ön plana çəkilir. Xüsusən Avropa, Çin və digər Asiya ölkələrində Amerikanın nüfuzunun yüksəldilməsi siyasəti yeridilir. Latin Amerikasında əsas söz sahibi olma məqsədi ilə böyük dəyənək siyasəti tətbiq olunur. Bu baxımdan bu, 1823-cü ildə qəbul edilmiş Monroe doktrinası ilə də oxşarlıq təşkil edir. Monroe doktrinası biraz fərqli idi əslində. Orada deyilirdi, Avropalılar Amerikanın işinə qarışmasınlar. Bir növ, yəni Amerikalılar idarə etsinlər. ABŞ öz sözünü keçirməyə çalışır. Cənubi Amerikada da. Böyük dəyənək siyasətində isə artıq açıq-aşkar Latin Amerikasında əsas söz sahibi olmaq məqsədi vurğulanır Amerikanın. Woodrow Wilsonun prezidentlik dövrü yeni demokratiya dövrü adlanır. Gömrük, bank, maliyyə sahələrində islahatlar keçirilir. Bank sistemi üzərinə nəzarət qoyulur. Bir növ iqtisadiyyata dövlət nəzarəti davam etdirilir. Sənaye üzərində dövlət nəzarəti güclənir. ABŞ-də azad rəqabət mühiti yaxşılaşır. Birinci Dünya müharibəsində Amerika iştirak edir, amma Paris Sülh Konfransında Amerikanın üstünlüyünü təmin etməyi bacarmır. Yəni, Birinci Dünya müharibəsindən sonra çağırılan Paris Sülh Konfransında Amerikanın üstünlüyünü təmin edə bilmir. Konstitusiyaya düzəliş edilir, qadınlara seçki hüququ verilir və spirtli içkilərin istehsalı və istehlakı qadağan olunur. Belə, dəyərli yoldaşlar, Amerika 17-ci əsrdən 20-ci əsrin əvvəllərinə qədər mövzunu qısa şəkildə izah etməyə çalışdıq. Ümid edirik ki, faydalı oldu. Növbəti dərslərdə görüşmək ümidi ilə hələlik.